Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci il riyaziyyat test toplusundan çoxüzlülər, onların səthi və həcmi bölməsindən prizmanın səthinin sahəsi, prizmanın müstəvi kəsimləri mövzusuna aid olan tapşırıqların izahını verməyə çalışacağım. Səhifə 275. Demək, prizmanın səthinin sahəsi. Keçək birbaşa tapşırıqlara ilə yan səthin sahəsi 80 kvadrat metr olan kubun tam səthinin sahəsini deyir tapın. Bu olsun bizim kubumuz. Bilirik ki, kubun 6 üzü var. Hər üzlərin sahələri bir-birinə bərabərdir. 6 bərabər üzü var da. Yəni, bir üzü də, yəni tillər A-dırsa, bir üzü A demək. Üzlərdən biri A kvadratdır da, yəni A-dırsa, tərəflər kvadratdırsa kublarda. 4 dənə üzü var da yanda. Yanda 4-dür. Tam səthi isə 6A kvadratdır. Demək, 4A kvadratdır yan səthi. Bizdən yan səthini soruşur. Verib deyir ki, yox, verib 80 kvadrat metr. Kubun tam səthinin sahəsini tapmaq lazımdır. 4A kvadrat 80-dirsə, onda A kvadrat 4-ə bölsən 20-dir. Yəni, bir üzü 20-dir. Tam səthi nəyə bərabərdir? Demək, 6A kvadratına. 6 dənə üzün sahəsinə bərabərdir. A kvadratda 20-dir. 6 vuraq 20, o da eləyər 120. Cavab A variantı. Tam səthin sahəsini bu dəfə verib 240, yəni S tam 240-dır. Bilirik ki, demək 6A kvadratına bərabərdir 240. Demək, A kvadrat burada nəyə bərabərdir? 6-ya bölsəm, demək 40. Bir üzün sahəsi 40 kvadrat metrdir. Yan səthin sahəsi, yan səthində demək 4 dənə üz olduğu üçün 4A kvadratdır, bərabərdir. 4 vuraq 40, o da eləyər 160 kvadrat metr. B variantı. Prizmanın bütün üzləri tərəf 8 cm və iti bucağı 45 dərəcə olan ronddur. Prizmanın yan səthinin sahəsini tapın. Demək, elə bir kub kimi bunda da 6 üz var. Yan səthində isə 4 üz var da. Hər üzü də, yəni tərəfi 8 və iti bucağı 45 dərəcə olan ronddur. Yəni, rond çəkək bir dənə. Yəni, bir üzü belə bir ronddur. Demək, 8, tərəfləri 8, iti bucaq isə 45 dərəcədir. Bilirik ki, rombun bir düsturu belədir ki, sahəsi, rombun sahəsi S-romb. S1 adlandırsan bir üzünə. Tərəflərin hasili 8 vuraq 8 və bunun arasında qalan bucağın sinusu. Sinus 45 dərəcə bərabərdir. 64 vuraq kök altında 2 bölü 2, 2-yə ixtisarlasam 32 kök altında 2 olur. Bu bir üzünün sahəsidir. S-yan 4 dənə belə üz var da, S1 bərabərdir. Prizmada 4 dənə üzü var. Yan üzü var da, yəni tam 6-dır. Demək, 4 S1 bərabərdir. 4 vuraq 32 vuraq kök altında 2. Bu eləyər 8, 128 kök altında 2. Cavab olacaq E variantı. Prizmanın bütün üzəri tərəf 8, iti bucaqlı ronddur. Prizmanın yan səthinin sahəsini tapın. Eyni tipli misaldır. Bir üzünün sahəsini S1 adlandırsan, tərəfi 8-dir. 8 vuraq 8 və onlar arasında qalan bucağın sinusu. Sinus 60 dərəcəyə bərabərdir. Rombun sahəsi bərabərdir. 64 vuraq kök altında 3 bölü 2, bu da eləyər 32 kök altında 3. Bizə yan tam səthin sahəsini soruşur. Bilirik ki, 6 dənə üzü var, 6 dənə S1 bərabərdir. 6 vurulsun, 32 vurulsun kök altında 3. 6 dəfə 2, 2, 6, 18, 19, 192 kök altında 3. Bu da eləyər C variantı. Diagonalı 24 cm kubun tam səthinin deyir sahəsini tapın. Tam səthinin sahəsi.
diaqonalı 24. İndi diaqonallarından birini götürək 24. Fərz elə ki, bax bu diaqonalı götürək. Hansını götürək? Olsun mu? Bunu verib 24. İndi tilləri A adlandırsaq, bizdən kubun tam səthinin sahəsini tapın deyir. Demək, A-nı tapmaq lazımdır. İndi bu oturacağın da diaqonalını çəksək, burada düzbucaqlı üçbucaq yaranır. Demək ki, kvadratdır da oturacaq kubda. İndi onun diaqonalı A kök altında 2-dir. Demək, həmin bu üçbucağa baxsaq, düzbucaqlı üçbucağa. Bir kateti A, digəri A kök altında 2, hipotenuzu isə 24-dür. Oradan demək, katetləri, kvadratları cəmi diaqonal bu 24-ün kvadratına bərabərdir. Demək, A kvadrat üstə gəlir 2A kvadrat bərabərdir 24 vura 24 yazım bunu. Bu 3A kvadrat edir, bərabərdir 24 vura 24. 3-ə bölsəm A kvadrat bərabərdir 8 vura 24. Bu da neçə eləyər? 8 dəfə 4-ün 2, 8 dəfə 2, 16, 19, 192. 192 aldıq. Demək, A kvadrat bir üzünün demək, sahəsi S1 elə ki 192 oldu. Tam səthin sahəsini deyir. S tam bərabərdir 6 dənə S1 bərabərdir 6 vuraq 192. 6 dəfə 2, 2, 1 yadda. 6, 9'um 54, 55, 5 yadda. 11, 1152 E variantı. Diaqonalı 27 sm kubun tam səthinin sahəsini tapın deyir. Bu da eyni tipli misaldır. Kubun demək diaqonalını verib bu dəfə neçə? 27. Oturacağın da diaqonalını çəkək. Əgər kubun tilini A adlandırsaq, onda diaqonalı olacaq, oturacağın diaqonalı olacaq A kök altında 2 kvadrat. Bu düzbucaqlı üçbucaqdan, bax bu düzbucaqlı üçbucaqdan taparıq ki, katetləri kvadratı cəmi A kök altında 2 kvadratı 2A kvadrat bərabərdir 27'nin kvadratı. Bu 3A kvadrat eləyər. Burada 27'nin də 27 vuraq 27 kimi yazsam, 3'ə ixtisarləsəm, burada 9 qalar. A kvadrat bərabərdir. 9 dəfə 7, 3, 9 dəfə 2, 18, 24, 243. Demək, bir oturacaq, yəni bir üzün sahəsi S1 bərabərdir 243'ə. Onda bizə tam səthin sahəsini soruşur. S tam bərabərdir 6 dənə S1. 6 vuraq 243. 6 dəfə 3'üm 8, 1 yadda, 24, 5, 2 yadda, 6 dəfə 2, 12, 14, 1458 E variantı. Kubun bütün tilləri 3 dəfə kiçildikdə yan səthin sahəsi neçə dəfə kiçilir? Bax, indi tutaq ki, kiçiltməmişik. Kubun yan səthin sahəsi nəyə bərabər olur? S yan bərabərdir 4A kvadratına. Eləmi? İndi, yəni bir üzün də sahəsi S1 A kvadratıdır. Bu S yan. Neçə dəfə kiçilir? Tillərini 3 dəfə kiçilsək. Yəni S1 bərabərdir. Elə bir A idi. A bölək 3 kimi yazsaq. Yəni A-nın əvəzinə A bölək 3 kimi yazsaq. Bu olar A kvadrat bölək 9. 9 dəfə bir üzün sahəsi kiçilir. Onda qoysaq yerinə. Yəni S yan nəyə bərabər? Yan səthin sahəsi neçə dəfə kiçilir? S yan bərabərdir. A-nın əvəzinə 4A kvadratın əvəzinə 4A kvadrat bölək 9. Bu da yəni 9'da 4, belə 4A kvadratdır da yan səthin sahəsi. Yan səthin sahəsi buna bərabər. Demək 9 dəfəyə kiçilib. O da A variantı. Beşbucaqlı prizmanın neçə diaqonal kəsiyi var? Diaqonal kəsiklərdən birini göstərək. Misal üçün diaqonal kəsiyin biri budur da.
Yəni bu oturacaqda olan diaqonalların sayı qədərdir. Bir oturacaqda olan diaqonalların sayı qədərdir. Və üst oturacağa bax 5 bucaqlıda hansı düsturla tapırıq? Tutaq ki, burada sayı daha çox olan çox bucaqlı ola bilər. Yəni onun düsturu nə cür tapılır? M vuraq bir təpədən çıxan demək diaqonalların sayı M-3 ilə tapılır. Yəni n təpədən çıxırsa n-ə vururuq, 2-yə bölürük. Bərabərdir. Yəni 5-dirsə, 5 bucaqlıdırsa, 5-dən 3-ün çıxdım, 2 vuraq. 5 bölək 2, 2-lər getdi, 5 oldu. Yəni bir oturacaqda 5 dənə diaqonal var. O cümlədən də 5 dənə diaqonal kəsiyi var prizmada, 5 bucaqlıda. Cavab olar A variantı. Tam səthi 90 kvadrat, oturacağın sahəsi 20 kvadrat olan prizmanın yan səthini tapın. Yəni burada tam səth 90-dırsa, oturacağının biri 20-dirsə, yan səth nəyə bərabər olacaq? Tam səthindən oturacaqların sahəsini çıxacaq da 2S oturacağı çıxacaq. Bərabərdir. Yəni tam səth 90-dır. Tam səth özü, yəni yan səthlə oturacaqların cəmidir. Buradan da S-yan tamdan 2S oturacağı çıxırıq. 90 çıxaq 2 bol olsun 20, bu da eləyər 50 kvadrat santimetr. D variantı. Yan səthi, onun oturacağın sahəsi yan səthindən 2 dəfə kiçik olarsa, tam səthin sahəsini tapın. Yəni S tam nəyə bərabərdir? S yan üstə gələk 2S oturacaq. Prizmanın yan səthi 8-dir, 8 verib, onu oturacağınsa yan səthindən 2 dəfə kiçik olarsa, yəni S oturacaq nəyə bərabərdir? S yandan 2 dəfə kiçikdir. S yan da verib 8, 8 bölü 2, 4. Yəni 1S oturacaq 4-ə bərabərdir. İndi burada qoysaq yerinə tam səthini taparıq. Yəni yan 8-dir, yan səthin sağ üstə gələk, 2 vurulsun, S oturacaq da 4. 8 üstə gəl 8, 16 eləyəcək. Cavab A variantı. Düzgün 5 bucaq prizmanın bütün tilləri bərabərdir. Onun yan səthin sahəsinin 75 kvadrat santimetr olarsa, oturacağın tərəfini deyir tapın. Yan səthin sahəsi, yəni 5 dənə üzü var. Bütün tillər bərabərdirsə, yəni o deməkdir ki, yan üzlər də yəni bərabərdir də, kvadratdır. Bütün üzlər bərabərdir. Bütün üzlər kvadratdır. Yan səthi də S-yan. Bir üzünü S1 ilə adlandırsaq, 5 dənə üzdür də, 5 bucaqlıda 5 dənə üzdür. 5 S1 və bərabərdir. Yan səthin sahəsini 75 verib. Onda bir üzü nəyə bərabər olur? S1 bərabərdir. 75 bölək 5, o da eləyər 15. Yəni 115 kvadrat santimetrə bərabərdir. Oturacağın tərəfini deyir tapın. Yəni 115 kvadrat santimetrdirsə, yəni üzlər də kvadratdırsa, kvadratın tərəfi A adlandırsaq, A kvadrat bərabərdir 15-ə. Buradan A bərabərdir kök altında 15-ə. Cavab C variantı. Düzgün 6 bucaqlı prizmanın oturacağın tərəfi 6-ya, yan üzün diaqonalı 10 cm bərabərdir. Prizmanın yan səthinin sahəsini deyir tapın. Bu 6 bucaqlı oturacağın tərəfi 6 cm bərabərdir. 6, 6, bütün tərəflər 6-dır. Yan üzün diaqonalı 10 cm. İndi üzlərdən birini, bax bu bizim qarşımızda olan üzü götürək, onun diaqonalı deyir 10 cm-dir. Bura 10-dursa, onda bu prizmanın hündürlüyü neçə olar? Bax bu düz bucaqlı üst bucaqdan. Yəni bilirik ki, nə olar? Bax bu düz bucaqlı üst bucaqdan katet 6, hipotenuz 10-dursa, hündürlük olacaq 8. Hündürlüyü də tapdıq. Prizmanın yan səthinin sahəsini tapdıq.
Demək, prizmanın bir üzü, yan üzü, bir yan üzü S1 adlandırsaq, demək, düzbucaqlılardan ibarətdir 6 dənə. 6 dənə. Birini S1 adlandırsaq, birinin sahəsi düzbucaqlıdır. 8 vuraq 6-ya bərabərdir. Da 48. Onda S-yan bərabərdir 6 dənə S1. Bir üzün sahəsi 6-ya hasili. 6 vuraq 48. 6 və 8-im 8. 4 yadda 6 və 4-üm 28. 288. O da eləyər A variantı. 3 üzün sahələri 3, 4, 5 olan düzbucaqlı paralelipedin tam səthinin sahəsini deyir, tapın. Fərz eləyək ki, bu paralelipeddir. Üç üzün sahələri 3, 4, 5'dir. Bax, tutaq ki, oturacaq 3'dür. Sahəsi 3'dür. Bax, bu oturacağın. Tutaq ki, yan üz 4'dür. Bu bizə baxan üz, bura isə 5'dir. Fərz eləyək ki, bura 5'dir. Paralelipedin tam səthinin deyir, sahəsini tapın. Bunların hərəsindən 2 dənədir də. S tam nəyə bərabərdir? 2 vurulsun. Yəni, hər oturacaqdan 2 dənədir. Bax, bu 4 olandan da 2 dənə. Onun qarşısındakı üz bərabərdir də. Yəni, hərəsindən 2 dənədir. Bunları cəmləyərik. 5 üstə gəl, 3 üstə gəl, 4. Yəni, bunların cəmini 2-yə vursaq, bizə tam səthi verəcək. 8, 12, 2-yə vursam 24. D variantı. Tam səthin sahəsi yan səthin sahəsindən 32 kvadrat metr çox olan düzgün dördbucaqlı prizmanın hündürlüyü 5'dir. Prizmanın yan səthinin deyir sahəsini tapın. Demək, belədir. Yan səth sahəsindən 32 kvadrat, demək, S tam bərabərdir. S yan üstə gəl 32. Dördbucaqlı prizmanın hündürlüyünü 5 verir. Düzgün dördbucaqlı deyirsə, demək, oturacaq kvadratdır. A-dır, A-dır. Yəni, tərəfi A-dır. Yan üz neçə olacaq? Prizmanın yan səthinin sahəsini deyir, tapmaq lazımdır. Tam səthi yan səth üstə gəl nəyə bərabərdir? Belə çıxır ki, bax, biz bilirik ki, S tam nəyə bərabərdir? Yan səthi üstə gələk, 2 dənə S oturacaq da, 2 S oturacaq. Yəni, bax, burada düsturdan da görürük ki, 2 S oturacaq, elə 32-yə bərabərdir. 2 S oturacaq, 32-yə bərabərdir. Buradan da S oturacaq nəyə bərabərdir? 2-yə bölsəm 16. Yəni, bir oturacağın sahəsi 16'dır. Onda A kvadratı 16'ya bərabərdir. A bərabərdir 4'ə. Tərəfi tapdıq ki, 4. 4'dürsə, bizdən yan səthi soruşur. Yəni, bir yan üzü 4 və 5 olursa düzbucaqlı kimi, onda S1 adlandırsaq, yan üzlərdən birini, tutaq ki, buranı S1 adlandırsaq, bərabərdir 4 vuraq 5. Onda S yan bərabərdir 4 dənə S1, 4 vuraq 20 eləyir də, 4 vuraq 20, o da eləyər 80. Cavab olacaq B variantı. Bu da həmin tipli misaldır. Yan səthin, demək, S tam səthinin sahəsi yan səthin sahəsindən 50 çoxdur. Bilirik ki, S tam özü nəyə bərabərdir? S yan üstə gələ 2 dənə S oturacaq. Prizmadan söhbət gedirsə, demək, 2S oturacaq elə 50-yə bərabərdir. 2S oturacaq bərabərdir 50-yə. S oturacaq bərabərdir 25-ə. Əgər düzgün dördbucaqlı deyirsə, kvadratdan söhbət gedir. Onda sahəsi A kvadratdır. A kvadrat demək 25-ə bərabərdir. A bərabərdir 5.
Tərəfi 5 tapdıq. Yan səthin sahəsi bayaqki kimi S yan nəyə bərabərdir? 4 yan üzünə bərabərdir. Hamısı düzbucaqlıdır. Yəni yan üzləri hündürlüyü demək 5 və hündürlüyü də 3 olan düzbucaqlardan ibarətdir. Yəni S1 adlandırsaq, S1 nəyə bərabərdir? Bunun sahəsini 3 vuraq 5, o da eləyər 15. Yəni 4 dənə S1-ə bərabərdir. 4 vuraq 15, o da bərabərdir 60-a. Cavab olar A variantı. Diaqonalı 2 kök altında 3 cm olan kubun diaqonal kəsiyinin sahəsini deyir, tapın. Bu kub diaqonal kəsiyinin sahəsini tapın. Diaqonal kəsiyi, yəni diaqonalları bərabərdə kubda bilirik ki, yox, bir dəqiqə. Kubun diaqonalından söhbət gedir, oturacağının yox. Kubun özünün diaqonalı budur. Gəl elə oturacağın da diaqonalını çəkək. Əgər kubda tərəfi A adlandırsaq, bu A kök altında 2 olur. Yəni bütün tillər eynidir də kubda. Bura 90 dərəcədir. Buradan düzbucaqlı üstbucaqdan. Bunu da verib 2 kök altında 3. Biz tərəfi tapa bilərik. Tili tapa bilərik. Yəni bu düzbucaqlı üstbucaqdan katetlər kvadrat cəmi 2 kök altında 3-ün kvadratına bərabərdir. A kvadrat üstə gəlir A kök altında 2-nin kvadratı bərabərdir 2 kök altında 3-ün kvadratına. Yəni A kvadrat üstə gəl 2A, 3A kvadrat eləyəcək. Buradan da 2-nin kvadrat 4, bu da 3 eləyər. 4-ü 3-ə vuranda 12. 3A kvadrat bərabər 12, A kvadrat bərabər 4, A bərabər 2. Demək, tili 2 tapdıq. Diaqonal kəsiyinin sahəsini deyir, tapın. Diaqonal kəsiyi ilə söhbət. Bax, bu diaqonalı deyəndə kubun bax bu diaqonalından söhbət gedir. Diaqonal kəsiyi deyirsə, biz demək, oturacağın diaqonalını keçdiyi müstəvidən söhbət gedir. Yəni, bax, bu. Diaqonal kəsiylərindən biri budur. İki dənədir. İkisi, yəni o birisi də buna bərabərdir. Buradan çəkilən. Bunun sahəsini soruşur. Yəni A kök altında 2. A2-dir. 2 kök altında 2 bura. Burada 2. Sahə düzbucaqlıdır da. Nəyə bərabərdir? S diaqonal kəsiyi bərabərdir. A vuraq A kök altında 2. Lap yazın bunu. Qiymətlərini yerə. A kvadrat bölə 2. 2-nin kvadrat 4 kök altında 2. Cavab E. Diaqonalı olan kubun diaqonal kəsiyinin sahəsini deyir, tapın. Yenə kubdan söhbət gedir. Bunun diaqonalı fərz eləyək ki, bax, bunu verib bizə. Oturacağın da diaqonalını çəkin. Yəni, buranı 2 kök altında 6 verib. Əgər kubun tillərini A adlandırsaq, bura A kök altında 2 olur. Buradan düzbucaqlı üçbucaqdan biz A-nı tapa bilərik. A kvadrat üstə gəlir 2A kvadrat bərabərdir. 2 kök altında 6-ın kvadratı. O deyilir 4 vuraq 6, 24. Yəni 3A kvadrat bərabərdir 24-ə. A kvadrat bərabərdir 8-ə. 8-ə 4 vuraq 2 kimi yazsam, onu da kökə salsam, A bərabərdir 2 kök altında 2 olacaq. Diaqonal kəsiyinin sahəsini deyir, tapın. Diaqonal kəsiyi hansı idi? Bax, yəni diaqonal kəsiyi budur da. Diaqonal kəsiyin sahəsi demək, bir tərəfi 2, o biri, yox, 2 kök altında 2. Digəri də 2 kök altında 2, kök altında 2-yə vuranda 4 eləyəcək. Digəri də 4. Yəni, S diaqonal bərabərdir. 4 vuraq 2, kök altında 2. 8 kök altında 2. 8 kök altında 2 C.
Tam sətin sahəsi 150 olan kubun bütün tillərinin uzunluqları cəmini tapın. Demək, S tam nəyə bərabərdir? 6 dənə üzlərdən birini S1 ilə işarə eləsək, kubda da ki, til A-dırsa, onda olacaq 6A kvadratına bərabərdir. O da 150 verib. 6-ya bölsəm A kvadratı bərabərdir 2, 5, 25, A bərabərdir 5. Tilim 5 tapdıq. Bütün tillərin uzunluqları. Tillərin sayı cür tapırdıq? Tillərin sayı 3n düsturu ilə tapırılır. Demək, bu fəza fiqurlarında 3 vuraq. Yəni, kubda 4 bucaqlıdır da, 4 bərabərdir 12. Yəni, 12 dənə tili var. Onun üçün bütün uzunluqları cəmi el yazsam, bərabər nəyə? 12 dənə A-da, 12 dənə A bərabərdir 12 vuraq 5 bərabərdir 60. Hündürlüyü 7 olan düz prizmanın oturacağı diaqonalları 12-16 olan ronddur. Bu prizmanın yan səthinin sahəsini hesablayın. Fərz eləyək ki, bu o deyilən fiqur budur. Fərz eləyək. Hündürlüyü 7-dir. Hündürlüyü 7-dir. Oturacağı diaqonalları 12-16 olan ronddur. Və oturacaq ronddur. Gəlin, bu oturacağı diaqonallarını çəkək. Çəkdik. Biri 12-dir, biri 16. Fərz edək, bu 12-dir, bu 16-dır. Bu prizmanın yan səthinin sahəsini hesablamaq lazımdır. Diaqonalları biliriksə, bilirik ki, rombun sahəsini diaqonallarla ifadə edə bilərik. 2də 1 diaqonalların hasili bərabərdir. 2də 1 demək 12 vuraq 16. 6 dəfə 16, 96. Demək, biz tapdıq, oturacağın sahəsini tapdıq ki, nədir? 96-dır. Onda tərəfi də tapaq da. Bizə tərəf lazımdır ki, bizdən yan səthin sahəsini soruşur. Tərəfi, əslində bu sahəsi, oturacağın sahəsi bizə lazım deyil də, indi bunu yazdıq, eybi yoxdur. Diaqonalların kvadratları cəmi, yəni bilirik ki, nəyə bərabərdir? Rombda tərəfin kvadratının 4 mislinə, 4A kvadratına bərabərdir. Yəni, bu düstur, yəni A adlandırsaq, tərəfi, rombun tərəfləri bilirik ki, bərabərdir. Yəni, qoysaq yerinə 12-nin kvadratı 144, üstə yenə 16-ın kvadratı 256 bərabərdir 4A kvadratına. Bu 400 eləyir. 4A kvadrat bərabərdir 400-ə. A kvadratı 100 olur. A bərabərdir 10. Yəni, tərəfi 10 tapdıq. Üzlər demək, 4-ü də bir-birinə bərabərdir. Yəni, tərəfi 7 və 10 olan düzbucaqlıdır. Yəni, 7 və 10 olan düzbucaqlı sahəsi neçə olar? S1 adlandırsan, 70 eləyər də sahə. Demək, onda S-yan nəyə bərabərdir? 4 dənə həmin S1-ə. 4 vuraq 70, o da 280 eləyər. Cavab 280. Yan səthin sahəsi 120 olan düz prizmanın oturacağı, diaqonalları 6-8 olan ronddur. Bu prizmanın hündürlüyünü hesablayın. Yəni, ilk öncə rombun tərəfini tapmamız lazım. Fərz edək ki, bu həmin o deyilən fiqurdur. Oturacağı ronddur. Diaqonallarını verib bizə 6 və 8. Tərəfi verməyib, A adlandırsaq, bilirik ki, rombun diaqonallarının kvadratları cəmi
tərəfin kvadratının 4 mislinə bərabərdir. 6-nın kvadratı 36, 8-in kvadratı 64, 4a kvadrat 100 bərabərdir. 4a kvadrat bərabərdir. 25 4-ə bölsək, a bərabərdir 5. Tərəfi 5 tapdıq. Tərəf 5 hündürlüyü üzr istəyirəm. Hündürlüyü B adlandırsaq tilləri. Bilirik ki, yan səthin sahəsi bir üzün sahəsini S1 adlandırsaq 4S1-ə bərabərdir. Bunlar da düzbucaqlılar da. Biri, yəni, yan səthin 120 verib, S1-in də saat 4 vuraq, yəni düzbucaqlıqda AB hasili, yəni 5B. 4 dənə 5B. S-yandakı 120-yə bərabərdir. 20-yə bölsəm B bərabərdir 6-ya. Yəni, hündürlüyü də 6 tapdıq. Hündürlüyünü hesablayalım. Demək, cavab 6-ymış. Birinci kubun həcmi ikincinin həcminin 0,8%-ni təşkil edir. Yəni, birinci kubun həcmi V1, ikincinin həcminin 0,8, yəni 0,8%-ni, yəni 100-ə bölürük də 0,8-ə vurub 100-ə bölürük V2-nin. V2-nin 0,8%-ni təşkil edir. Birincinin səthin sahəsi, ikinci səthin sahəsi neçə faizini təşkil edər? Bax, indi ikinci səthin sahəsi neçə faizini təşkil edir? Yəni, biz tapacaq S1-in S2-yə nisbəti vuraq 100%. Yəni, bunu axtaracaq. İndi biz buradan A-nı tapaq öncə. Yəni, bax, V1, birinci kubun tilini A1 ilə adlandırsaq, onda A1-in kubu olur da bu. Buna bərabərdir. Yəni, 0,8-i 100-ə bölsək 0,2-dən sağa gedəcək də. Demək, 0,08 olacaq. V2-nin də tilini, ikinci kubun tilini A2 ilə adlandırsaq, A2-nin kubu olar. İndi 3-cü dərəcədən kökə salsaq bunu. Burada A1 bərabər olacaq. Bu 0,2-nin kubudur da. 0,2, bu da A2. Yəni, A1 0,2 A2-yə bərabərdir. İndi birinci kubun həcmi, ikinci həcmi. Səthin sahəsinin indi səthin sahəsi nə? Bir üzü A1 kvadratıdırsa 600 olur da. 6 A1 kvadratı bölünsün. S2-dəki 6 A2 kvadratı vurulsun 100 bərabərdir. Yəni, buradan tapırıq da. 6-lar getsə, A1-in yerinə 0,2 A2 yazsaq, nə olar? Bax, yazarıq 0,2-nin kvadratı ilə 0,4 A2 vuraq 100 bölək A2-nin də, yəni A2-nin kvadratı da bir dəqiqə, bax, elə bir A1-in kvadratının yerinə 0,2 A2-nin kvadratını yazdı. O da eləyir 0,4 A2 kvadrat bölək 100 bölünsün A2 kvadratı. A2 kvadratlar getdi. 0,4-ü də 100-ə vursaq 4 eləyir. Yəni, neçə faizini təşkil edir? 4 faizini təşkil edir. Mail üçbucaqlı prizmanın yan tilləri arasında məsafələr 5, 7, 9-dur. Prizmanın yan səthin sahəsi 84 olarsa, yan tilinin uzunluğunu deyir tapın. Bu olsun bizim prizmanın oturacağı. Bax, bunu belə eləyək də. Klonlasaq. Bu mail üçbucaqlı prizma.
Yaxşı. Bu mail bizim prizmamız olsun. Elə bir ki, tillər bir-birinə bərabərdir. Tilləri bir A adlandıraq. Deyir ki, yan tillər arasında məsafələr. Tutaq ki, buradan ora hündürlük çəksək, daha doğrusu belə çəkək də, bundan ona perpendikulyar. Hündürlüklər çəksək, verib burada 5, 7, 9. Birindəki elə bir ki, buradan, yan tillər arasında məsafələri verib 5, 7, 9. İndi fərz edək, bu 5-dir, önəmli deyil, hansı-hansıdır. Yəni, o deməkdir ki, üzlər paraleqramdır. Yəni, hər birinin tilləri bərabərdir, ancaq hündürlüklər fərqlidir. Yəni, hündürlükləri fərqlidir. Biri 5-dir, biri 7-dir. Yəni, tilləri biz A adlandırsaq, yəni, onda hər birinin yan səthi nəyə bərabər olacaq? Hündürlük vurusu paraleqramın sahəsi nəyə bərabərdir? Hündürlük vurusunun oturacağı da. Yəni, yan səthi olacaq nə? Bir üzününki 5A, üstə gələk, ikinci üz 7A, üstə gələk 9A bərabər olmalıdır. Prizmanın yan səthi sahəsini verib 84-ə. Bu elə də 12, 21A bərabər 84, A bərabərdir 4-ə. Anlıq, yəni hündürlüyü tapdıq. Yan tilin uzunluğunu deyir tapın. Tapdıq ki, 4-ə bərabərdir. Hündürlüyü 4 düzgün altıbucaqlı prizmanın ən böyük diaqonalı kəsiyi kvadratdır. Prizmanın yan səthinin sahəsini tapın. Bu bizim altıbucaqlı prizmamız olsun. Hündürlüyü 4 verib. Yəni hündürlüyü tilli 4 verib. Ən böyük diaqonal kəsiyi kvadratdır. İndi bax, bunu götürək. Ən böyük bilirik ki, bax, bu diaqonal kəsiyi budur. Ən böyük diaqonal kəsiyi. Bilir ki, ən böyük diaqonalı oturacaqda. Əgər tərəf A-dırsa, ən böyük diaqonalı 2A-dır. Düzgün altıbucaqlıda xassəsindən bilirik. Böyük diaqonal kəsiyi kvadrat. Prizmanın ən böyük diaqonal kəsiyi kvadrat. Prizmanın yan səthinin sahəsini tapın. Yəni 2A 4-ə bərabərdir. Bu qırmızı kvadratdır deyir. Yəni 2A 4-ə bərabərdir, A bərabərdir 2. Prizmanın yan səthinin sahəsini tapın. Demək, bir üzü olacaq. Tərəfi neçə oldu? 2 oldu. Düzbucaqlılardır. Tərəfi, demək, uzunluğu 4, eni 2 olan düzbucaqlılardır 6 dənə. Yəni, yan səthi bərabərdir 6 dənə. Əgər birinə S1 adlandırsaq, tutaq ki, birin üzünün sahəsini S1 adlandırsaq, ya bu qarşıdakının fərqi yoxdur. Onda yəni 6 S1 olar. 6 vuraq. 1 S1-in sahəsi 2 vuraq 4. Burada 8 dəfə 6, 48. Yan səthinin sahəsi oldu 48. Yan səthin sahəsi 6 olan düzgün altıbucaqlı prizmanın böyük diaqonal kəsiyin sahəsini tapın. Əgər S-yan 6 dənə S1-dirsə, yəni S1-dəki sahəsini tap. Diaqonal kəsiyin sahəsini tapmaq lazımdır. Böyük diaqonal kəsiyin sahəsini tapın. Yan səthin sahəsi 6-dır. 6, o da bərabərdir 6. Yəni S1 bərabərdir 1. 1 üzü 1-ə bərabərdir. Düzgün altıbucaqlı deyirsə, bir dəqiqə qoy onu yazaq. Tərəf A-dırsa, tutaq ki, bura A-dırsa, hündürlüyünə də bir B desək, yəni bir üzünün sahəsi 1-ə bərabərdir. AB hasili 1-ə bərabərdir. Diaqonal kəsiyin sahəsini deyir, tapın. Tapaq. Yəni, bu hündürlüyünü B adlandırdıq, tərəflər isə A-dır.
Demək, bir üzün də sahəsi AB 1-ə bərabərdir. İndi biz böyük diagonal kəsiyini çəkək. Bax, böyük diagonalı budur da. Diagonal kəsiyi budur. Mərkəzdə olan. Yəni, tək bu yox, bu birisilər də ola bilər. Bax, bu da ola bilər. Demək, bunun sahəsi. Bilirik ki, düzgün altıbucaqlıda böyük diagonal tərəfin 2 mislinə bərabərdir. Yəni, bura 2A-dır. Onda bu böyük diagonal kəsiyi, diagonal yazıram. Nəyə bərabərdir? 2A vuraq B-yədir. Yəni, düzbucaqlıdır. 2A vuraq B. AB hasili 1-ə bərabərdir. 2 vuraq 1, o da 2 olar. 24-də cavab 2 oldu. Böyük diagonal kəsiyin sahəsi 1-ə bərabər olan düzgün altıbucaqlı prizmanın yan səthinin sahəsini deyir, tapın. Böyük diagonal kəsiyin sahəsini verib bu dəfə. Neçə verib? 1-ə bərabərdir. Yəni, tutaq ki, bax, bu tərəfə A desək, bu 2A olur. Hündürlüyə də B desək, yəni 2AB hasili 1-ə bərabərdir, verib 1-dir. AB hasili onda 2-də 1 olar. Bizdən nə soruşur? Yan səthin sahəsini tapın. Yəni, bir üzü nəyə bərabərdir? S1, bir tərəf eyni A, tutaq ki, uzunu B olan düzbucaqlılarda 6 dənə. Bir üzün sahəsi bərabərdir AB hasilinə. Yəni, 2-də 1-ə. Onda yan səthinin sahəsi 6 dənə S1-ə bərabərdir. 6 vuraq 2-də 1, o da eləyər 3. Yəni, yan səthinin sahəsi 3 olacaq. Düzbucaqlı paralelipedin səthinin verilmiş açılışına əsasən onun yan səthinin sahəsini deyir, tapın. Bax, açılışı verib, yəni buradan görsənir ki, bu S oturacaq, bax, oturacaqdır bu, bir də bu. Alt üst oturacaqlar. Bunlar isə yan üzlərdir, 4 dənə. Elə ümumilikdə bir yerdə də yaza bilərik. Yəni, bax, tutaq ki, düzbucaqlı, üçbucaqdır da. Bax, bu bizim yan səth. Bax, bu üzləri yan-yana düzəndə ilə düzbucaqlı əmələ gətirir. Elə bunun sahəsi nəyə bərabərdir? Hündürü 16-dır. Uzunu 16-dır, eyni 12-dir. Yəni, 10 sahəsini soruşur. S-yan bərabərdir. 12 vuraq, 16 bərabərdir. 12-ni 16-ya vursaq, 6 dəfə 2, 7, 12, 192. Yəni, 192 olacaq. Oturacağı tərəfləri 5 və 4 olan arasındakı bucaq oturacaq paraleqramdır. Oturacaqlar paraleqramdır. Yan tili isə 9 olan düz 4 bucaqlı prizmadır. Yan üzləri isə düz bucaqlılardır. Demək ki, hündürlüyü 9, bir üzü, biri 4-dür, 4, 9, bir də 5, 9 olan 4 dənə üzdür. Fərz edək ki, deyilən fiqur budur. Bunun oturacaqları demək 4 və 5-dir. Tutaq ki, bu tərəfi 4, bu bir tərəfi 5 olsa, bunlar arasında qalan bucaqda 30 dərəcə verib paraleqramdır. Paraleqram sahəsi bilir ki, tərəflərin hasili və bunlar arasında qalan bucağın sinusunun hasilinə bərabərdir. Yəni, S oturacaq bərabər nəyə? 4 vuraq 5 vuraq sinus 30 dərəcə. Sinus 30 dərəcə 2-də 1 eləyər, 2-də 5-im 10 eləyəcək. Bəli, 10. Demək, bir S oturacaq 10 oldu. Bizdən yan tili isə 9-dur. Onda S yan nəyə bərabərdir? Bax, tərəfi, demək, hündürlükləri 9-dur da. Bax, düz bucaqlılardır. 2 cüt. Yəni, 2 vuraq. Bu düz bucaqlının sahəsi 4, 9 vuraq 5. Elə 9 da çıxartmaq olardı. Üstə gələ, o birisində isə 9 vuraq 4. Yəni, 81 eləyir. 2-yə vursaq 162. Demək, onda belə çıxır ki, S tam nəyə bərabərdir? S yan üstə gələ 2S oturacaq. Bərabərdir. S yan demək 162-dir. Üstə gələ 2 vuraq 10.
20 ilə, o da 182 eləyəcək. Düz prizmanın oturacaq bucağı 30 dərəcə tərəfi 4 olan ronddur. Prizmanın yan tili 10 olarsa, onun tam səthinin sahəsini tapın. Eyni tipli misaldır. Fərz eləyək ki, bax, həmin fiqur budur. Demək deyir ki, tərəfi 4 olan, bu ronddur, fərz eləyək də. İndi biz yəni tərəfləri 4-dür. Aralarında bucaq, iti bucaq 30 dərəcədir. Yəni, rond da paralleqramdır da bir növ. Onun da sahəsi ilə həmin sahəyə bərabərdir. S oturacaq nəyə bərabərdir? 4 vuraq 4. Bunun arasında qalan bucağın sinusu. Sinus 30 dərəcə. 2-də 1 eləyər. 8 eləyəcək. S oturacaq 8-dir. Yan tili 10-dur. 10 veribsə. Yəni, 4 dənə bərabər üzdə, çünki rondda tərəflər hamısı 4-də axı. Yəni, belə S yan nəyə bərabərdir? 4 dənə, tutaq ki, bir üzə bir S1 desək, 4 vuraq, o da yəni düzbucaqlıdır, 4 vuraq 10. 10 vuraq 4, yəni fərzi yoxdur, 160. Yəni, yan səthi oldu 160. Tam səthin sahəsini soruşur. O da nəyə bərabərdir? S yan üstə gələ 2S oturacaq. S yan 160-dırsa, oturacaq da 8-2 hasili 16 eləyəcək. Bu da 176-ya bərabərdir. Tillərin uzunluqları verilmiş 6 bucaqlı düz prizma açılışına görə onun yan səthinin sahəsini deyir, tapın. İndi burada nədir? 6 bucaqlı düz prizmanın açılışına görə onun yan səthinin sahəsini deyir, tapın. 1, 5 tillərin uzunluqları verilib də. Belə çıxır ki, bax, bu 1-dir. Eləmi, sonra 2 gəlir. 1, 2. Burada 1'dir. 3, 2. Burada 4'dür da. Yəni, burada 4'dür. Qarşı. Yox, fərqlidir. Yəni, altıbucaqlı düzgün deyil. Fərqlidir. Bu da 6. Yəni, bunu verib də 3'dür. Burada 2'dir də. Bu da 3'dür. Yaxşı, hündürlüyünü verib 6. Yan səthinin sahəsini tapmaq lazımdır. Gəlin elə ümumilikdə cəmləyək. Yəni, bu bütöv düzbucaqlının sahəsi kimi baxa bilərik. Yəni, S yan bərabərdir. 4, 3, 7, 8, 13, 14, 16. 16-nı 6-ya vurarıq. 16 vuraq 6 bərabərdir. Yan səthinin sahəsini verəcək. O da 96 eləyər. Düzgün altıbucaqlı prizmanın ən böyük diaqonalı 25'ə, yan tili 15'ə bərabərdir. Prizmanın yan səthinin sahəsini deyir, tapın. Yaxşı, bu bizim düzgün altıbucaqlımız olsun. Ən böyük diaqonalı 25'ə bərabərdir. Yəni, ən böyük diaqonal budur. 25'ə bərabərdir. Ən böyük diaqonal deyil, ən böyük diaqonal kəsiyi budur. Yəni, həmin ondan çəkilmiş diaqonal da ən böyükdür. Yəni, bax, bu diaqonal ən böyük diaqonaldır. Həmin kəsiyin diaqonalı. Böyük diaqonalı 25'ə bərabərdir. Bu 25 oldu. Yan tili 15'ə bərabərdir. Buranı 15 adlandırsa, prizmanın yan səthinin sahəsini tapmaq lazımdır. İlk öncə biz tərəfləri tapaq. Tərəfləri tapmaq üçün bilirik ki, düzgün altıbucaqlıda böyük diaqonal tərəfin 2 mislinə bərabər. Əgər tərəfi A adlandırsaq, bura 2A'dır. Yəni, indi buradan biz 2A'nın kvadratı, bax, bu düzbucaqlı üçbucaqdan, gəlin, buranı da qızardım. Bax, bu düzbucaqlı üçbucaqdan biz 2A'nın kvadratı nəyə bərabərdir?
A-nı tapa bilərik də oradan 2A-nın kvadratı bərabərdir katetin kvadratı. Hipotenuzun kvadratı çıxılsın digər katetin kvadratı. 625, o da 225 çıxsaq 400 eləyəcək. 400 də 20-nin kvadratıdır. Kökə salsaq bunları, yəni alarıq nə? 2A bərabərdir 20-yə, A bərabərdir 10-a. Yəni tapdıq ki, tərəf 10-a bərabər imiş. İndi üzlər düzbucaqlıdır. Demək, tərəfləri 10 və 15 olan düzbucaqlıdır. Bizə prizmanın yan səthini deyir. S-yan 6 bucaqlıdır. 6 üz var elə. Əgər birini S1 ilə adlandırsaq, S1 bərabərdir 10 vuraq 15, o da 150 eləyər. Demək, S-yan 6 dənə S1-ə bərabərdir. 6 vuraq 150, bu da 90, 900 eləyəcəkdən. Demək, cavab oldu. Yox, bizdən nə sonra? Biz yan səthinin sahəsini deyir tapın. Bəli, tapdıq ki, 900-ə bərabərdir. Müayil üçbucağı prizmanın yan tilləri arasında məsafələr 16-8-dir. Prizmanın yan səthinin sahəsi 120 olarsa, yan tilinin uzunluğunu tapın. Buna oxşar eləmişdik. Yəni, belə çıxır ki, müayil üçbucağı prizmadırsa, onun üzləri paralleqramdır. Tillər bir-birinə bərabərdir. Tilləri A adlandırsaq, tillər arasında məsafə hündürlükdür. Yəni, tutaq ki, biri 6-dır, biri 8-dir, biri 10. Yəni, üçbucaqlı prizmadda. Yəni, onda S-yan nəyə bərabər olar? Bu paralleqramların sahələri cəmilə. Biri tutaq 6A olacaq. Üstə yerə digəri 8A. O birisi isə 10A olan 3 dənə üzdən ibarətdir yan səthi. Bunu verib bizə. Prizmanın yan səthi sahəsi 120. Demək, 14, 24A eləyir də, eləmi? Bərabərdir 120. A 24-ə bölsəm, 5 dəfə düşür də, 5 dəfə. Belə, tərəf tapdıq ki, 5-dir. Yan tilinin uzunluğunu tapın. Yan tilinin əgər A5-dirsə, yan tilinin uzunluğunu biz nəhət elə yan tilini tapdıq da, 5-dir. Mən çəkməyəndə də bax, belə olur. 31-də cavab 5 olacaq. Düzgün altıbucaqlı prizmanın ən böyük diagonal kəsit sahəsi 16 olan kvadratlı prizmanın yan səthinin sahəsini deyir tapın. Ən böyük diagonal kəsiyi sahəsi 16-dır. Ən böyük diagonal kəsiyi budur. Oturacağım böyük diagonalından keçən müstəvi. Bunun sahəsini 16 verib. Əgər biz demək hündürlüyə A desək, tərəfə də B desək, bura 2B'dir də. Bilirik ki, böyük diagonal 2B'dir. Ən böyük diagonal kəsiyi demək 2AB hasili. Bax, bu qırmızı düzbucaqlının sahəsi 2AB-yə bərabərdir də. Bərabərdir 16. AB onda 8-ə bərabər. Prizmanın yan səthinin sahəsini tapmaq lazımdır. Əgər tərəf B-dirsə, yəni düzbucaqlılar da A və B olan tərəflərdir. 6 dənə S-yan nəyə bərabərdir? 6 dənə AB-yə də bir üzün sahəsi AB hasilidir. 6 vuraq 8, o da 48-ə bərabərdir. Bu bizim həmin o düzbucaqlı üçbucağımız olsun. Oturacağı elə ki, düzbucaqlı üçbucaqdır. Hündürlüyü 4-ə bərabərdir. Tillərini çəkək, hündürlüklərini çəkək. Yaxşı. Katillərindən biri 6-dır. Fərz eləyək ki, bax, bura 6-dır. Buna bir A deyək. Hipotenuza da B deyək.
Hündürlüyünü də verib 4. Bizə deyir, yan səthin sahəsi, prizmanın oturacağın sahəsi S oturacaq. Nəyə bərabərdir? Yan səthin sahəsinin 25%-nə, yəni S yanın 25%. 0,25 S yan və yaxud 25 bölək 100. 4də 1 və yaxud belə yazaq da elə 4də 1 S yana bərabərdir. İndi S oturacaq, bax, yəni nəyə bərabərdir? Katetlər hasilinin yarısı. Yan səthin sahəsi nəyə bərabərdir? Yəni, üzlər müxtəlif üzlərdir də. Tillər eynidir. 4, 4. Bax, bir üzü 4, 6. Yəni, S oturacaq nəyə bərabərdir? Qoy yazaq. 2də 1. 6 vuraq A bərabərdir. 4də 1. S yan nəyə bərabər? 3 dənə üzün cəmi. Bir üz 4 vuraq 6. Düzbucaqlılardır da. 4 vuraq 6-dır. Digər üz 4 vuraq A-dır. Üstə gəl. Arxadakı üz 4 vuraq B-dir. İndi buradan ixtisar 3 qalır. 4 çarpı hər tərəfi 4-ə vursam 12A bərabərdir. Bu 24 eləyər. Üstə gəl 4A. Üstə gəl 4B. 4A-nı sola keçsəm 8A bərabərdir 24 üstə gəl 4B. 4-ə bölərəm hər tərəfi 2A bərabərdir 6 üstə gələk B. Yəni B bərabərdir 2A çıxaq 6 aldıq. Bunu aldıqmı? Bunu yəni bax B-nin bu qiymətini biz gəlin bax burada yerinə qoyaq. Oturacağın sahəsini tapmaq üçün A-nı bilməliyik də. Yəni düzbucaqda hipotenuzun kvadratı nəyə bərabərdir? Katetləri kvadratları cəmi 6 kvadrat üstə gəl A kvadrat. B-nin yerinə 2A minus 6 yazaq. Kvadratı bərabərdir 36 üstə gələk A kvadrat. Bunu kvadratı, mötərizənin kvadratə yüksəldək. 4A kvadrat çıxaq bunların hasilinin 2 misli 24A. Üstə gəl 6-nın kvadratı 36 bərabərli 36 üstə gələk A kvadrat. 36-lar getdi. A kvadratda sola keçəcəm 3A kvadrat qalır. Çıxaq 24A bərabərdir 0. 3A-nı çıxartsam mötərizə xaricinə A çıxaq 8 qalacaq bərabər 0. Yəni A bərabərdir 8-ə. A 0 olmaz da. 0 olsa artıq bu prizma olmayacaq. Demək, A8 oldu. Oturacağın sahəsini tapın. A8, digər katetdə 6. Onda oturacağın sahəsi nəyə bərabərdir? 2də 1, 8 vuraq 6. Bu da eləyər 24. Cavab olar 24. Düz prizmanın oturacaq katetlərindən biri 5 cm, hipotenuzu 10 cm olan düzbucaqdır. Prizma oturacağın sahəsi yan səthin sahəsinin 25% olarsa hündürlüyünü deyir tapın. Yaxşı, bu həmin o düz oturacaq olsun. Demək, üçbucaqlı prizmamız olsun. Fərz eləyək ki, tutaq ki, düzbucaq təpəsi buradır, oturacaqda. Katetlərdən birini 5 verib, hipotenuzu 13 veribsə, yəni 13, 5, bura 12 olacaq da. Bunların kvadratları cəmi kök altında 169-a, 12-ə bərabərdir. Yaxşı, deyir ki, prizmanın oturacağın sahəsi, S oturacaq prizma bərabərdir. Prizmanın yan səthin sahəsinin 25%. 25%, yəni 25% bölək 100% də. Yan səthin sahəsi S yan. Yəni, bu da 4də 1 S yan olur. İndi S oturacaq nəyə bərabərdir? Katetlər hasilinin yarısı, 5 vuraq 12-nin yarısı. Yan səthin sahəsi 3 dənə üzdür də. Hündürlüyü H adlandırsaq, elə hündürlüyü soruşur bizdən. Hər üzlərin 4də 1 S yan. Demək, üzlərin cəmi, sahələr cəmi 12H, üstə gələk 13H, üstə gələk 5H. Düzbucaqlılardır da.
Bu da bərabərdir 2, 6, 4 çarpaz vurulsa bura neçə eləyir? 120 eləyir də. 5, 6, 30, 4'ə vursaq 120 bərabərdir. Burada neçə alınır? 12, 13, 25, 30 h. Demək, 30'a bölsəm h bərabərdir 4'ə. Hündürlüyünü tapdıq. Kubunda S1K bərabər KS-yə. Düz ortasına düşüb. AK 6 olarsa, demək A nöqtəsindən K nöqtəsini birləşdirib 6 verib. Kubun tam səthinin sahəsini tapmaq lazımdır. Demək, tam səthin sahəsini tapmaq üçün gərək tili bilək. Tili də necə taparıq? Çox rahat. Yəni, verilənlərə görə demək bunlar yarıya bölünür də. S1K KS-yə bərabərdir. Yəni, əgər tili A adlandırsaq, kubda hamısı bərabərdir. Bura A bölə 2-dir. KS A bölə 2-dir. Gəlin AC-ni də birləşdirək. Diagonalı birləşdirsək. Diagonal nəyə bərabərdir? A adsa A kök altında 2-dir də. Yəni, belə bir üçbucaq aldıq da, düzdür. Burada bir 100% 90 dərəcə olacaq. Demək, yəni, CS1 hündürlüyü kubda bilirik ki, müstəviyə perpendikulyar. Müstəviyə perpendikulyardırsa, AC-yə də perpendikulyardır. Oradan da, yəni, həmin bu düzbucaqlı üçbucaq yaranır. Yəni, bura A bölə 2, bura A kök altında 2, bizə AK məsafəsində 6 verib. İndi katetlər, kvadratları cəmi A bölə 2-nin kvadratı üstə gələk. A kök altında 2-nin kvadratı cəmi nəyə bərabərdir? Betonuzun kvadratına, 6-nın kvadratına. Yəni, A kvadrat bölək 4 üstə gələk. Burada 2A kvadrat bərabərdir. Bu da 36. Hər tərəfi 4'ə vursam, A kvadrat üstə gəl 8A kvadrat bərabərdir 120, 144. Yəni, bunu da sola cəmləsəm 9A kvadrat. 9'a bölərəmsə hər tərəfi, burada A kvadrat bərabərdir. 1 dəfə, 6 dəfə, 16, A bərabərdir 4. Yəni, tili 4 tapdıqsa, bilirik ki, kubda tam səth 6A kvadratına bərabərdir. 6 vuraq 4'ün kvadratı. 16, o da 96 eləyəcək. Hündürlüyü oturacağın tərəfindən 3 dəfə böyük olan düzgün altıbucaqlı prizma, böyük diagonalı 2 kök adında 13 olarsa, yan səthinin sahəsini tapın. İndi altıbucaqlıdan söhbət gedir. Bu altıbucaqlı yox. Aha, bu altıbucaqlımız hündürlüyü oturacağın tərəfindən 3 dəfə böyükdür. Düzgün altıbucaqdan söhbət gedirsə, tərəfini A adlandırsaq, onda hündürlüyü 3 dəfə böyükdür. Yəni 3A-dır. Düzgün böyük diagonalı 2 kök altında 3-dürsə, böyük diagonalından söhbət gedirsə, yəni bu diagonaldan söhbət gedir. Gəlin o oturacaqların da diagonallarını çəkək. Yəni, böyük diagonal, bu diagonal kəsiyinin diagonalıdır. 3A, yəni bilirik ki, böyük diagonal da 2A-ya bərabərdir. Böyük diagonal, yəni bunu verib, böyük diagonalı verib ki, 2 kök altında 13. Aha, yəni buradan düzbucaqlı üçbucaqdan, hansı düzbucaqlı üçbucaqdan? Bu düzbucaqlı üçbucaqdan demək 2 kök altında 13, 3A, 2A. Biz A-nı tapa bilərik. Katetləri, kvadratları cəmi 2A-nın kvadratı 4A kvadrat, 3A-nın kvadratı 9A kvadrat bərabərdir 2 kök altında 13, 4 vuraq 13,
40, o da 52 eləyər. Bu elədi neçə? 13a kvadrat. Bu neçə? 4 bura 13 idi də elə. 13'lər gedər. A kvadrat A bərabər olacaq 2'yə. Yəni yan səthin sahəsini tapın deyir. Tərəfini A tapdıq. Demək onda düzbucaqlı A və 3A'dır da. Hündürlüyü 3A. Bu da A-nı 2 tapmışıq. 3A'dakı 6 olacaq da. Tərəfi düzbucaqlı olan belə tərəflərin yan üzləri, yəni 6 dənə belə düzbucaqlıdır. Bunda sahəsini S1 adlandırsam 2 dəfə 6 12 eləyər. Yəni bizdən yan səthin sahəsini soruşur. S yan bərabərdir 6 dənə demək S1, yəni 6 vuraq 12. O da eləyər 72. Hündürlüyü oturacağın tərəfindən 4 dəfə böyük olan düzgün 6 bucaqlı prizmanın böyük diaqonalı 4 kök altında 5 olarsa yan səthinin sahəsini deyir tapın. Yenə 6 bucaqlıdan söhbət gedir. Oturacağın tərəfindən 4 dəfə böyük olan. Yəni tərəf A-dırsa hündürlüyü 4A-dır. 4 dəfə böyükdür. Düzgün böyük diaqonalı 4 kök altında 5'dir. Yəni bax bu diaqonal 4 kök altında 5'dir. Yəni bu diaqonal kəsiyini də göstərim. Bilir ki, böyük diaqonalı 2A'ya bərabərdir. Bura 4A. Bu böyük diaqonalı da verib 4 kök altında 5. Yəni bu düzbucaqlı üstbucaqdan 2A'nın kvadratı üstəgəl 4A'nın kvadratı, yəni 4A kvadrat üstəgəl 4A 16A kvadrat bərabərdir 4 kök altında 5'in kvadratı 16 vuraq 5 80. Bu elədir 20A kvadrat bərabər 80. A kvadrat bərabər 4, A bərabərdir 2. Bizə yan səthin sahəsini soruşur. Demək 6 dənə üz var, bərabər üz. Tərəfləri A2 və 8'dir. Olan düzbucaqlıdır. 8 və 2 olan 6 dənə, yəni bunda sahəsi 16 eləyir də. 6 dənə S1'dir. Yəni S yan bərabərdir 6 S1. 6 vuraq 16. Bu da eləyər 96. 37'də 96 oldu. Tili 6 olan kub üçün uyğunluğunu müəyyən etmək lazımdır. Tam səthin sahəsi, yan səthin sahəsi, kubun diaqonalı. Demək, kubdur. Kub. Tili 6 olan 6'dır özdə tili. Uzunluğu 6'ya bərabərdir. Bütün tillərdə, kublarda tillər bərabərdir. Tam səthin. İndi bunların tam və yan səthin sahəsini tapaq. Diaqonalını ilk öncə tapaq. Diaqonal. Yəni bunu tapmaq üçün oturacağını da diaqonalını gələ çəkək. Yəni buradan bilir ki, bu düzbucaqlı üstbucaqdan diaqonal nəyə bərabərdir? Tərəflər 6 6'dırsa 6 kök altında 2'dir. Onda bu neçə olacaq? Tutaq ki, D adlandırsaq, D bərabər nəyə? Kök altında 6'ın kvadratı 36, 6 kök altında 2, 36, 72, 108. Bunda 36 vuraq 3 kimi yazsam, 6 kök altında 3 olacaq. D variantı kubun diaqonalı, bax bura düşür. Tam səthin sahəsi, yan səthin sahəsi 4 dənə S1'dir. Yəni bir üzü sahəsi 6 vuraq 6, 36'dır. 4 yan səthi 4 dənə S1'dir, 4 vuraq 36, yəni 4, 12, 144. Tam səthinin sahəsi 6 S1'dir. 6 vuraq 36, 6, 18, 216. Demək, yan səthin sahəsi 144 E variantı bura uyğun gəlsin.
Tam səthin sahəsi neçədir? 216-dır. C variantı bura uyğun gələr. Bunlar nədir? Başqa heç nə soruşulmadı. Dili 4-dür. Yaxşı. Demək, yan bir üzün sahəsi neçə olacaq? A kvadrat. Yəni 16. S yan nəyə bərabərdir? 4 S1, yəni 4 dəfə 16. 64. Hansına uyğun gəldi? E variantı. Bu yan səthin sahə. Yan səthi yoxdur. S tam. Tam səthin sahəsi S tam bərabərdir 6 S1 96 D variantı tam səthin kubun üzünün diaqonalı həcmi üzü yəni kvadratdır da 4 kök altında 2 olacaq da yəni bir üzü tillər 4-4-dürsə diaqonal 4 kök altında 2 olacaq. Diaqonal 4 kök altında 2. Üzünün diaqonalı A variantı. Həcmi də ki, nəyə bərabərdir? A kubuna bərabərdir. Əgər tili 4-dürsə, 4-ün kubu o da eləyər 64. Bunu bayaq səhv yazmışdıq da. Yəni E variantı olacaq. A, D, E. Ətraflı yazıcı cavab tələb olunan tapşırıq diaqonal kəsiyin sahəsi 18 kök altında 2 olan kubun tam səthinin sahəsini tapın. Kubun deyir tam səthinin sahəsini tapmaq lazımdır. Yəni, diaqonal kəsiyinin sahəsi, yəni diaqonal kəsiyin sahəsi hansıdır? Bax, budur da diaqonal kəsiyi. Diaqonal kəsiyi. Bu biri budur, biri də bu birisi. Eyni, ikisi də bir-birinə bərabərdir. Sahəsini verib, yəni kubda tərəfi A adlandırsaq, onda o diaqonal, oturacağın diaqonal nəyə bərabərdir? A kök altında 2. Demək, bunlar düzbucaqlıdır da. Düzbucaqlıdan A sahəsi nəyə bərabərdir? A vuraq A kök altında 2-yə. O da bərabərdir 18 kök altında 2-yə. Kök altında 2-lər getdi. A kvadrat bərabərdir. 18-i 9 vuraq 2 kimi yazsam, A bərabərdir 3 kök altında 2. Bizə kubun tam səthinin sahəsini soruşur. Əslində, A kvadrat neçədir? 18-dir. Demək, kubun tam səthinin sahəsi S tam bərabərdir 6 A kvadratına. 6 vuraq 18-ə. 60, o da 108 eləyəcək. Tam səthin sahəsi 150 olan kubun diaqonal kəsiyinin sahəsini tapın. Diaqonal kəsiyi demək bu. Demək bu oldu A kök altında 2, bu isə A. Tam səthin sahəsi S tam bərabərdir 6A kvadratına. O da verib bizə 150 kök altında 2. 6-ya bölsəm A kvadrat bərabərdir 2 dəfə 25 kök altında 2. Yəni A kvadratını tapdım bu. Bu diaqonal kəsiyi, S diaqonal kəsiyi bərabər nəyə? A vuraq A kök altında 2. A kvadrat vuraq kök altında 2. A kvadrat 25 kök altında 2-dir. Vuraq kök altında 2. Bu da eləyəcək 50. Kubun diaqonallarını kəşfə nöqtəsində hər hansı üzərinə qədər olan məsafə 2 sm olarsa, kubun yan səthinin sahəsini deyir tapın. Diaqonallarının kəşfə nöqtəsi. Yəni, kubun diaqonalları deyirsə, oturacağını demir. Yəni, bax, bir diaqonal bunu birində bu birisini götürək. Əslində 4 dənədir. Bunların ikisi bəsdir də. Diaqonalların kəsmə nöqtəsindən
Hər hansı üzünə qədər məsafə. Bizə hansı münasibdir? Gəlin biz ona elə hündürlük çəkək. Gəlin elə oturacağa çəkək. Oturacağa çəkək. Yəni bu ağırlıq, kubun ağırlıq mərkəzidir. Yəni hündürlüyün yarısıdır da bilinir. Əgər tərəf A-dırsa, hündürlük də eynidir də hamısında. A-A-A-dırsa, yəni bu mərkəz də düşəcək oturacağın diagonallarının kəsmə nöqtəsinə. Yan səthin sahəsini tapmaq lazım. O diagonallarını da eləmək olar. Elə bax, buradan ortaq oturacaqda tərəfə paralel xətt çəksək, elə həmin tərəfi ifadə eləyir bu da. Yəni gəlin belə eləyək. Yəni diagonalla çəkək, eyb yoxdur, diagonalla çəkək. Kubun yan səthinin sahəsi. Demək, bura A bölə 2 oldu. Məsafəni 2 verib də, yəni 2 veribsə, A bölə 2 2-yə bərabərdir. A bölə 2 2-yə bərabərdir. A bərabərdir 4-ə. Yəni kubun tərəfi 4 oldu. Kubun yan səthinin sahəsi. Bunda A kvadratı 16-dır. S yan bərabərdir. 4 dənə yan üzü var. 4 vuraq 16 bərabərdir. 4 vuraq A kvadratda 16 eləyər 64. 42-də 64 oldu. Kubun diagonalların kəsmə nöqtəsində hər hansı üzünə qədər olan məsafə 4-dür. Bayaq 2 vermişdi, indi 4 verib. Yəni orada da dedik ki, bax bu məsafə yəni tilin yarısı qədər də məsafə istənilən üzə, yəni A-dırsa A bölə 2-dir də. O nəyə bərabərdir? 4 A bölə 2 verib bizə 4 məsafəni 4 verib. Buradan A bərabərdir 8-ə. Onda A bir üzün sahəsi 8-in kvadratı 64 eləyəcək. Bizə S yanı deyir, tapın. S yanda 4 dənə belə üz var. 4 vuraq 64 bərabərdir. 4 dəfə 4-ün 6, 256. Oturacağı romb olan düz paralelin diagonal kəsilən sahələri verib, paralelin yan səthinin sahəsini deyir, tapmaq lazımdır. Deyək ki, oturacağı romb olan həmin fiqur budur. Yaxşı. Diagonal kəsiklərini göstərək. Fərz eləyək, biri bu. Diagonal kəsiyin biri bu. Digər də olsun bu. Aha, bu iki göy və qırmızı düz bucaqlılardır da sahəsini verib bizə. İndi fərz eləyək ki, bax, bunun D1 ilə adlandıraq. Diagonalı. Bu birisini isə D2 ilə. Rombdur da bu. Bu diagonal kəsiklərini verib. Tutaq ki, buna S1 adlandırsaq sahəsi. Bu qırmızı düz bucaqlının sahəsi. Bu birisini də S2, yəni S1 nəyə bərabərdir? Tutaq ki, hündürlüyü H adlandıraq. Tilləri H adlandıraq. S1 bərabərdir D2 vuraq H. Eləmi? O da bərabərdir nəyə? Verib də bizə. Kiçik olsun da bu 5. Yəni, bax, bu bərabərliyi verib. Buradan D2 nəyə bərabərdir? D2 bərabərdir 5 bölək H-a. Yaxşı. S2 üçün nətər yazarıq? S2 üçün demək D1 vuraq H bərabərdir 12 verib bizə sahəsini. Yəni düz bucaqlının sahəsidir də buradan D1 bərabərdir 12 bölək H-a. İndi yan səthin sahəsi. Yan səthin sahəsi də rombda bütün üzlər bərabərdir. Tərəfini A adlandırsaq, yəni S yan nəyə bərabərdir? 4 dənə AH-da, bir üzü AH-dırsa 4 AH olacaq yan səthin sahəsi.
İndi bizə başqa nə bilirik? Bax, diagonalların rombun diagonallarının kvadratları cəmi bilirik ki, 4a kvadratına bərabərdir. Yəni d1 kvadrat üstə gəl d2 kvadrat bərabərdir 4a kvadrat. D1 5 bölək h qoysam yerinə nəsə verər bizə, verməlidir. Yəni bax 5 bölək h qoysaq yerinə 25 bölək h kvadratı olacaq. Üstə gələk D2-nin də yerinə 12-nin kvadratı 144 bölək h kvadrat bərabərdir 4a kvadrat. İndi bunu orta məxrəc h kvadrat olsa, bunlar cəmlənəcək də, olacaq neçə? 169. H kvadratında çarpaz vuraram bura, sağa. 4a kvadrat, h kvadrat. Gəlin bunu kök altına salaq, iki tərəfi də. Burada 13 alar, burada da 2ah alacaq. 2ah. Yəni 2ah, 4ah almaq üçün 2-yə vuraq da hər iki tərəfi. Yəni 4ah nəyə bərabərdir? 26-ya. Yəni bu da elə esyandır da. Esyan nəyə? 26-ya bərabərdir. Oturacaq rombolun düz diagonal kəsən sahələr 6-8-dir. Parapetin yan səthinin sahəsini tapın. Eyni tipli misaldır. Bəlkə bunu elə götürək. Köçürdək ora. Diagonal kəsilən sahə 6 və 8-dir. Tutaq ki, birinə S1 adlandırsaq, S1 bərabərdir. Nəyə? H vurulsun D2. Yox. Bunları səhv yazdım. Yerlərini deyəsən səhv yazmışam. Bu olsun D1, bu D2. Yəni, fərqi yoxdur. Önəm daşımır. S1 bərabərdir D1H. Onu da verib bizə 6. Buradan D1 bərabərdir 6 bölək H. D1-i H-la ifadə edək. Həmçinin bu birisində bu digər diagonal kəsiyi S2 bərabərdir D2H. Bərabərdir 8 verib. Buradan da D2 bərabərdir 8 bölək H-a. Yəni bizə yan səthin sahəsini deyir. S-yan bərabərdir 4 AH-a bərabərdir 4AH. AH tapmalıyıq ki, AH-ı bütövlükdə tapıb eləyərik. Qoyarıq yerinə yan səthin sahəsini tapmış olarıq. Bir də dedik ki, D1-in kvadratı üstəyə D2-in kvadratı, diagonalların kvadratları cəmi tərəfin kvadratının 4 mislinə bərabərdir. Rompda. D1-in yerinə 6 bölək h yazsam, 36 bölək h kvadrat üstə gələk. Burada neçə? 64 bölək h kvadrat bərabərdir 4a kvadrat. Hər tərəfi h kvadrata vursam, 36 üstə 64 100 eləyəcək. Bu da 4a kvadrat h kvadrat. Kökə salsam, yəni hamısı ilə kök çıxır. 10 bərabərdir 2ah. Bizə 4ah tapmaq lazımdır. Yəni esyan 4ahdır. Bu 2ah 10-dursa 4ah neçə olacaq? 20 olacaq da. Cavab 20. Xətti ölçülən nöqtə ədədlə olan düzbucaqlı parapetin ikincinin sahələri 13 və 17 olarsa, onun tam səthinin sahəsini deyir, tapın. Deyək ki, həmin fiqur budur. Üzləri, iki qarşı üzlər eynidir də. Yəni, burada 13-dür sahəsi. S. Burada 13-dür. Digər üzlər o biri. Demək, 17 olsa, burada 17. Arxa üz, bir də qabaq üzdə 17 olsa, deyir ki, tam səthin sahəsini tapın. Əgər natural ədədlərcə sahə bu iki, tutaq ki, bura A, B-dirsə, düzbucaqlıdır da, yəni A, B, bu da H olsun. Yəni, AH-a bərabərdir. AH 13-dürsə, yəni buradan bu nə deməkdir? Biri 13-dür, biri 1-dir də, yəni 13 vuraq 1. Natural ədəd olması üçün mütləq budur. Çünki sadə ədəddir də 13. O cümlədən digəri, o
digəri BH-dır da. BH bərabərdir 17. Yəni 17 vuraq 1. Belə çıxır ki, H hər ikisində eynidir. Tillər eynidir axı. Yəni H 1-dir, A 13-dür, B 17-dir. Tam səthin sahəsini soruşur. Yəni tapdıq ki, A 13 imiş, B də 17 imiş. Tam səthin sahəsi nəyə bərabərdir? 2 üzü bəllidir. 13 üstə gələk 17. Yəni yan üzlərdə S-yan 2 vuraq. Hərəsindən 2 dənədir axı. 2 vuraq 13 üstə gəl 17. Üstəyə 2S oturacaq. S oturacaq da ki, 2 vuraq 13 vuraq 17 də belə. Bərabərdir. Bu elədir 32-yə vurduq 60. 26-nı 17-yə vurmaq lazımdır. 2, 14, 18, 26, 2, 4, 4, 442, o da 60, 502. 442, o da bərabərdir 502-yə. Qırx altı da belə getdi. Sonra hətta özü nöqtədən düzbucaq iki üzünün sahələri 11, 19 olsun. Tam səthin sahəsini tapın. Yəni aydın oldu da. Bax buradan elə bir ki A tutaq ki belə görsənir ki 11, bu ikisi də sadə ədədlərdir də. Sahə düzbucaqlı da sahə tərəflərin hasilinə bərabərdir də. Uzunluğu ilə eninin. Biri 11-dir, biri 1. Bunda da 19-dur, 1-dir. Yəni belə çıxır ki, hündürlük 1-dir. Tərəflərdən biri 11-dir, o digəri 19-dur. Tam səthin sahəsi, yəni S yan bərabərdir. 2 yan üzlər verib 11, 19. Yəni onun hərəsindən 2 dənə olduğu üçün 2-yə vurur. 11 üstəki 19 bərabərdir 32, 60 elədir yan səthi. S tam isə S yanla 2S oturacağa bərabərdir. Yan da ki 60-dır. S oturacaq da tərəflər budur da. 2 dənədir. 2 vuraq, 11 vuraq, 19. Yəni belə çıxır ki, 19 vuraq 22. 19, 38, 38, 8, 1, 4, 418. Yəni 60 üstə yerək 418 bərabərdir 478. 478 də belə oldu. Sonra keçdik 48-ə. Oturacağı düzbucaq olan prizmanın oturacağın daxilinə çəkimi çevirən radiusu 2-dir. Oturacağının daxilinə çəkimi çevirən radiusu 2-dir. Prizmanın verilmiş açılışına əsasən yan səthinin sahəsini tapın. İndi bu açılışdan görsənir ki, oturacağın üçbucaqlıdır da. Üçbucaqlıdır, hipotenuzu 10-dur. 10 olan düzbucaqlı üçbucaqdır. Bunun daxilinə çevirəcək ki, bu oturacağım. Onun da radiusu 2-dir. Radiusu 2-dir. Yəni, R bərabərdir 2. İndi bizdən nə soruşur? Yan səthinin sahəsini. Yan səthidəki hündürlüyünü də verib. Biri 10 vuraq 7-dir, bir üzü. Digər üzlər isə katetlərdir də. Yəni, birinə A deyək, birinə B deyək. Onda demək tam yan səthin sahəsi S yan bərabərdir. 7A üstə gələk 7B üstə gələk demək 10 vuraq 7 də 10 vuraq 7. Bu yan səthin sahəsidir. Düzbucaqlı üçbucaq daxilinə çəkimi çevirən radius nəyə bərabərdir? Demək, katetləri cəmindən çıxırıq hipotenuzu. Bölürük 2-yə. Burada da bu 2 verib. A plus B minus C-dəki 10-dur. Bölək 2. 2-yə vursaq hər tərəfi A plus B 4 eləyər. 10 da sağa keçirdərəm 14 olacaq. A plus B cəmi 14 oldu. İndi bunu davam eləsəm 7-ni çıxartsam mərtəzə xaricinə A üstə gəl B üstə gəl 10.
Bu da eləyir nə? 7 vurağa üstə gəl B 14-dür. 14 üstə gəl 10. Bu da 24 eləyir. 24-ü 7-yə vursaq, 7 dəfə 4-üm 8, 2 ya da 14, 168. Cavab olacaq 168. Tidi 4 olan kubun daxilindən oturacağın tərəfi 1 olan ən böyük hündürlüklü düzgün dördbucaqlı prizma kəsib çıxarmışdır. Qalan hissənin səthin sahəsini tapın. Burada nə edək? Bax, kubun tam səthi müəyyən eləyək öncə. S tam nəyə bərabərdir? Tili 4-dür də. 4 vuraq. Yox, yəni 6A kvadratına bərabərdir. Üzr istəyirəm. 6A kvadrat. Yəni tili 4-dürsə 6 vuraq 4-ün kvadratı 16, 6 16, 96. 96 tam səthdir. İndi bunun içindən təsəvvür edin belə dördbucaqlı şəklində, yəni prizmanı kəsib götürüblər, boşluq qalıb da. İndi bura həcm kimi baxmır da, həcm olsaydı onu çıxardıq. Amma indi burada sahədir, bax sahə daha artıb da, biraz da artıb. Məntiqimizi işə salaq, yəni bax elə bir kraskalamaq lazımdırsa, bax bu kubu kraskalayırıq, sonra bunun içi də kraskalanmalıdır, boşluq qalır. İndi yəni deyir ki, bunun tərəfi 1-dir. Bu kiçik prizmanın tərəfləri 1-dir. Yəni oturacaq 1 oldu, yuxarıda da 1. Hündürlük eyni ən böyük hündürlükdə də hündürlük 4-dür. Yəni yan bu kiçik prizmanın yan səthi nəyə bərabərdir? 4 dənə 1 vuraq 4-də, 4 dənə 4, 16. Eləmi? Yəni bunlar da kraskalanmalıdır, bu 16. Amma bu bir də çıxmalıyıq, bu boşluq olacaq axı bura. Bura sahə deyil, yəni. Bura boş sahədir. Yəni 2-ni də çıxmalıyıq. Yəni bunun üstünə 16 gəlib. Bizə qalan hissənin səthin sahə S qalan yazıram. Yəni 96 üstə gəl 16 çıxaq 2 bərabərdir. Bu 14, yəni 110 eləyər. Burada da bu mövzuya aid olan tapşırıqların izahını bitirmiş olduq. Güman edirəm faydalı oldu. Siz də faydalı olun. Like düyməsini tıklayın. Heç olmasa